Hər vaxtınız xeyir olsun. Kanala abunə olub videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Sual yanvarın 25-i 11-ci siniflərə OTK buraxılış imtahanında salınıb. Məsələdə deyilir ki, bizə bir düzbucaqlı üçbucaq verilib. ACB bucağı 90 dərəcədir, B bucağı 40 dərəcədir. Baxın, bu bucaq 40 dərəcədir, qeyd edək. CM isə mediandır. Median biz bilirik ki, düzbucaqlı üçbucaqda hipotenuza endirilirsə, hipotenuzun yarısına bərabər. Yəni bu tərəf, bu tərəf, bu tərəf 3-də bir-birinə bərabər olar. İndi əgər bu bucaq 90-dırsa, o zaman bu bucaq 50 dərəcədir. Çünki düzbucaqlı üçbucağın iki bucaqların cəmi 90 dərəcədir. Yəni biri 40 dərəcədirsə, digəri 50 dərəcə olacaq. İndi bu tərəf bu tərəfə bərabər olduğuna görə, baxın bu tərəf bura bərabər olduğuna görə, belə çıxır ki, bu bucaq da 50 dərəcə olacaq. Bizdən istəyirlər AMC bucağını. AMC bucağını tapaq, yəni x-la işarə edək. Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. O zaman 50, 50 və x toplayıram, 180 dərəcəyə bərabər edirəm. X da tapanda 50, 50, 100 dərəcə, 180-dən 100-ü çıxacam. 80 dərəcə olar.